Yel çərşənbəsi Novruzun gəlişini müjdələyən 3-cü çərşənbədir. Qədim türk mifologiyasında yelin funksiyası həyatı formalaşdırmaqdır. Təbiət üçün bu oyanan hava, insan üçün isə nəfəsdir. Yel çərşənbəsinə el arasında külək oyadan çərşənbə, yelli çərşənbə də deyilir. Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir. Qədim etiqadlara görə bu çərşənbə axşamında oyanan külək suyu, odu hərəkətə gətirir. Folklor nümunələrində, əski etiqadlarda yer üzündə küləyin iki rəngi göstərilir: qara və ağ. Bu deyimlərdə də özünü göstərir. Ağzından qara yellər aparsın, üstünüzə ağ yellər əssin. Yel çərşənbəsində küləyi tərənnüm edərək onun şəninə ağız-ağıza verərək nəğmə oxuyar, Yel babanı çağırarmışlar. Bu el arasında Yel baba mərasimi adlanır.